Axşamınız xeyir, necəsiniz dostlar? Son günlər Elnarə xanım Abdullayevanın efirdə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə bir mənalı şəkildə qarşılanmayıb və müzakirəyə səbəb olub. Öncəliklə Elnarə xanımı realdan tanıdığım üçün, necə gözəl insan olduğunu bildiyim üçün onu qoyuram bir kənara. İndi dövlət tərəfindən də əməkdar artist adına layiq olduğunu da qoyuram bir kənara. Sənətkar olmasını, gözəl ifaçı olmasını da qoyuram bir kənara, qayıdıram fikirlərinə. Öncəliklə diqqətlə izlədim. Elnarə xanım sırf bir ana kimi öz övladına rəva bilmədiklərindən danışır. Mən müğənniyəm, amma qızımın müğənni olmasını istəmirəm. Bu da bir ananın doğal olaraq haqqıdır. Çünki bu sənətin çətin tərəflərini, çirkab tərəflərini bilir. Övladına rəva bilmir. Bu da doğal olaraq bir ananın haqqıdır. Bloger olmasını da istəmir. Sosial şəbəkələrdə gördüyü bəzi blogerləri, ana da öz övladının bloger olmasını istəmir. O da bir ananın doğal olaraq haqqıdır. Ümumi sosial şəbəkələrdəki biabırçılıqlardan danışıb, biz niyə qıcıq oluruq? Axı onun dediklərini zaten biz bəzi videoların altında komment şəklində yazırıq. Biz yazanda yaxşıdır. Bizim yazdıqlarımızı, bizim fikirlərimizi efirdə Elnarə xanım səsləndirirsə qıcıq oluruq. Bu nə qədər düzgündür. Nifrət eləyirəm də bu cümlələrə. Amma sən özün müğənnisən, amma sən özün də sosial şəbəkələrdə varsan, amma da amma. Var. Sosial şəbəkələrdə Elnarə xanım var. Amma necə var? Və yaxud müğənnidir, amma övladının müğənni olmasını istəmir. Biz niyə bu tərəfdən baxmırıq? Deməli, Elnarə xanım özü bu sənətdədir və bu sənətin çətinliklərini bilir, bəzi irgəncliklərini də bilir, övladına rəva bilmir. Bir ananın doğal olaraq haqqıdır. Buna biz niyə qıcıq oluruq ki? Belə mən özüm də hər zaman deyirəm, bu sosial şəbəkələr istifadəçiləri istəsələr özlərini rəzil edər, istəsə vəzir edər. İndi Elnarə xanımın da qarşısına rəzillər çıxıb, ona görə də öz övladına bunu rəva bilmir. Məsləhət verir ki, xanımlar, niyə beləsiniz? Mənə görə Elnarə xanımın səsləndirdiyi fikirlər qayət normal və hər kəsin ürəyindən keçən sözlər idi.